Əlbəttə, prezident neçə müddət idi ki, deyirdi, xəbərdarlıq eləyirdi və idman reportyorlarının dili ilə desək, qol yaranmaqda idi. Amma tora bu boyda topun və ya balığın düşəcəyini əksəriyyət gözləmirdi. Azərbaycanın Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov vəzifədən çıxarıldı və gövdəli, cüssəli bir nəfərin çıxarıldığı yerdə böyük bir çala yarandı. Eldar Mahmudovun götürüldüyü yerin ağzı açıldı, nə açıldı? Lükan dolusu şərab buradan keçdi. Range Roverlər, Maseratilər şütüyüb 40-cı bellə buradan keçdi. Əsir götürülmüş manat, dollar, şahidlər, şahbaz yiğidlər buradan keçdi. Ölkənin Milli Təhlükəsizlik Nazirliyinin əslində yavaş-yavaş ölkənin Milli Təhlükə Nazirliyinə çevrilməkdə olduğunu gördük. Rahat-rahat arxalanaraq təhlükəsizliyimizi etibar elədiyimiz insanların nəhəng bir Eldar şamına çevrildiyini kim ağlına gətirə bilərdi ki? İndi artıq ziyanı yoxdur. Ya yıxılıb, ya sönüb. Hər iki halda bu şamın işığı yox, kölgəsi, ucalığı yox, yeri qalıb. Həmişə zirzəmisi zirzəmidə deyil, damdadır deyə orijinallığı ilə seçilən bu qurum doğrudanmı əslində başayaqmış? Heyrət götürür adamı ki, balam, bu adamlar şirrə yiyib nədir? Axı ortada İlham Əliyevin imzası ilə ya arxivə, ya da türməyə tolazlanmış nə qədər nazir var. Görünür ilk növbədə ona görə ki, bu adamlar vəzifəyə gələn kimi özlərini qanundan kənar elan edirlər. Onlar hamıdan yuxarı olurlar. Özlərini toxunulmaz sayırlar. Mətbuat və ictimai gözdən uzaq düşərək, könüldən də irağa düşürlər və sonda üzdən iraqlaşırlar. Bax belə. Ona görə də dövlət məmurları, prezidentin təbirici desək, xalqın xidmətçiləri olduqlarını unutmamalıdırlar. Onlar dövlət qulluqçusunu tənqid etmək olmaz. Bu, prezidentin təyin etdiyi şəxsdir, toxunulmazdır deməməlidirlər. Əksinə, İlham Əliyevin son zamanlar xüsusilə sadə insanlardan interaktiv yanaşma tələbatına fikir verməlidirlər. Məlumat ya gecikir, ya gəlmir, ya da ki, məlumatı gizlətmək istəyirlər, onu da sir deyil. Ona görə Azərbaycanda azad mətbuatın mövcudluğu mənim işimi də yüngülləşdirir. Və administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilir ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm, ən azı ki, bu yoxlanılmalıdır. Əgər həqiqətdirsə, ölçü götürülməlidir. Heç bir qurum, heç bir nazir, heç bir komitə və ya şura sədri toxunulmaz olmağa çalışmamalıdır.